...1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində keçirilmiş ikinci Kəlbəcər əməliyyatında, Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına şəhadətə ucalmış Bərdə rayonunun Yenidaş kəndindən olan Rəşadət Əlioğlu Piriyevin və onun silahdaşlarının döyüş yoluna həsr etmiş olduğum Məzarı olmayan 15 qəhrəman adlı poemamı ixtisarla diqqətinizə çatdırıram. Səninlə fəxr edib öyünəm yenə, çox kəndlər içində adın sanın var. 1000 dəfə eşq olsun ey kəndim sənə, bu qədər şəhidin, qəhrəmanın var. Hansından söz açıb mən yazsam əgər, hər biri tutarlı bir əsər olar. Qarabağ işğala tuş gələn illər bir tarix yazıblar, qan ilə onlar. Tək mənfur düşmənlə döyüşməyiblər, hər anda döyüşüb ölümlə onlar. Ötəcək fəsillər, neçə yüzillər, tarixdə qalacaq bu qəhrəmanlar. Onlardan biridir bax bu qəhrəman, onlardan biridir igid Rəşadət. Mən şair borcumdur ondan bax bu an, söyləyim sizlərə biraz nihayət. Bu eldə, obada, o adlı sanlı, pirilər nəslinin yetirməsi idi. İgid böyümüşdü bu dəli qanlı vətənin dar günə haray səsi idi. Arzusu böyükdü getsin hərbiyə, vətənə sevgisi gəlirdi qandan. O belən almışdı təlim tərbiyə, atası əlidən, Sədət anadan. Qarabağ savaşı başlayan andan döyüşür cəbhədə qardaşı Rəşid. İstəyir yerdə qalmasın ondan bu cəsur Rəşadət, bu bizim igid. 18 yaşını yeni ötüncə xidmətə getmişdir çox həvəs ilə. İlk gündən top tüfəng döyüş görüncə o qorxu duymamış bir anda belə. Bərdədən Bakıya göndərilsə də Laçından başlamış ilk döyüş yolu. Əvvəldən sonadək onun hərbədə olmuşdur bu yolu mərdliklə dolu. Rəşadət döyüşmüş Şamkənd, Fərraşda, 92-ci ilin sərt qış çağında. Döyüşüb düşmənlə qayada daşda, Minkətdə, Qırqqızda, Xoçaz dağında. Can atmış hər zaman, hər bir anda o, zəfərə, uğura yol açmaq üçün. Elə bil anadan doğulandan o, doğulmuş düşmənlə savaşmaq üçün. Yox, savaş etməyib təkcə Laçında, şərəflə döyüşüb hər bir yerdən o. Kəlbəcər işğala məruz qalanda taborla olmuşdur Kəlbəcərdən o. Döyüşmüş 5-ci Bərdə taboru adlanan o məşhur öz hissəsində olmuşdur onun da böyük uğuru Kəlbəcər elinin təxliyyəsində. Kəlbəcər işğaldan qurtarsın deyə plan var ortada meydança yadda. Tarixdə yaddaşda çox qalsın deyə çox yazan olacaq bu döyüş haqqında. 5-ci taborda 6 bölük var, hərəsi bir səmtə yol alacaqdır. Kəlbəcər uğrunda bilmir onlar kim şəhid olacaq, kim qalacaqdır. Bizim də qəhrəman, igid Rəşadət, məhz həmin bölüyün bir əsgəridir. Döyüşür düşmənlə ürəklə qəlbət, dekabr sonundan üzü bəridir. Bir gün də yerdə qalmayıb hələ, qeyrəti lap önə çəkibdir onu, özündə yorğunluq hiss etsə belə, Rəşadət dilindən almayıb bunu. Aradan ötsə də bu qədər zaman, o anlar, olanlar yadda qalıbdı. Tək elə Bərdənin bu taborundan 80-dən çox əsgər şəhid olubdu. Bu 80 şəhidin biri Rəşadət, 11 fevralda son döyüş edib. Bu vətən yolunda ona nəhayət şəhadət məqamı bu yolda gedib.
Rəşadət tağımda rabitəsidir. Həm də ki döyüşür bu an silahla, dörd yanın əlinə düşmən keçirdir, irəli can atır sağ sol cinahla. Tağımın düşdüyü bu məqam haqda çalışır tabora versin məlumat. Belə bir məqamda, belə bir vaxtda tutmayır dalğanı, susur aparaq. Başlayır ərazi heydar almağa, bu anda tağımda şəhid də çoxdur, əlavə hardansa kömək almağa işə bax, başqa cür imkan da yoxdur. Dayanmır bir can, vermir arada, yayınmaq olmayır yağan güllədən, görünən odur ki artıq burada çətindir çıxalar mühasirədən. Düşmənin fikrindən hamı halıdır, əlbəttə heç kimə deyildir bu sir, fərqi yox kim ölüb, kim yaralıdır, çalışır hamını götürsün əsir. Əsirlik ağırdır, ölümdən betər, heç kimsən istəməz əsir düşməyə, döyüşə lap sona qədər hazırdır burada hamı ölməyə. Var neçə yaralı, var neçə şəhid, sağ qalan az qalıb bu an döyüşdən, düşmənin özü də olubdur şahid, igidlər çəkinmir buradan ölümdən. Dumanlı, qaranlıq bu qış gecəsi, güllələr havadan od işıq saçır, duyulur düşmənin öndə neçəsi yaralı haldadır, arxaya qaçır. O qədər çoxdur ki bu azğın düşmən, azalmır bir anda döyüş səsləri, gülləyə tuş gələn düşmən tərəfdən gəlir də rusların söyüş səsləri. Demək ki burada ermənilərlə döyüşür işğalçı rus əsgərləri, yoxsa ki bu qədər aylar illərlə döyüşə bilməzlər bizlə özləri. Boşalan silahı doldurub yenə mövqedə inamla durur rəşadət, güllələr yağdırır azğın düşmənə, düşməni hücumda vurur rəşadət. Yaralı şəhid var indi dörd yanda, rəşadət qalıbdır qalqan içində, istəyir taborla yenə bu anda əlaqə yaratsın rabitəsində. Bu anda düşmənin onun izləyən bir atəş asılır snayperindən, efirə çıxmağa cəhd eləyərkən vurulur rəşadət düz ürəyindən. Bu həyat vermişdim ona sevgiyi, heyf ki tükəndi ona bu həyat, canından qanından lap çox sevdiyi torpağın üstünə yıxılır heyhat. Döyüşən qalmayıb artıq tağımda, gəlməyir səsləri, susub silahlar, bu vətən uğrunda, torpaq uğrunda şəhidlik qazanıb bütün uşaqlar. Məzarın olmayan bu igidlərin adları yaşayır hey dilimizdə, yurd üçün can verən rəşadətlərin yeri var hər zaman bu qəlbimizdə, yeri var hər zaman bu qəlbimizdə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin.